Sabah xeyirli olsun değerli izləyicilərimiz. Noyabrın 3'üdür. Bu ay hamımızın xeyirli, düşərli, ruzlu, bərəkətli olsun. Təbii ki, bu ay maraqlıdır traderlər üçün. Qızıl nə edəcək? Qızıl qalxarmı, yoxsa yenə bu haqda söhbət açarıq və bizim Signal kanalında şənbə və bazar günləri biz Bitcoin-dən siqnalları paylaşdıq və şənbə günü mükəmməl bir nəticə əldə olundu. Bazar günü isə alış əməliyyatları trailing stopla, təbii ki, gəlirlə bağlandı, satışlar isə take profitlə bağlandı. Bugün səhər saatlarında Bitcoin yenidən dəyər itirdi və biz aşağıdan buy əməliyyatları açdıq. Qısa bir take profitlə imzaladıq. Yəni təbii ki, artıq həmin take profitə yaxınlaşır. Və arkada gördüyünüz bizim Qızılın Magic platformasıdır. Qızıl ümumi olaraq bugün missiya $120'dır və təbii ki, bugün xəbərlər də var. Birinci gündür. Xəbərləri mütləq izləyin. Bugün çətin gün olsa belə yenə gəlirlərlə müşahidə olunacaq və bizi izləyin, Signal kanalına qoşulun. Bizdə bildiyiniz kimi riski sevənlər və qonaq ol Telegram kanalına gündə bir dənə pulsuz, ola bilsin, yəni 2 dənə pulsuz siqnal verim. Hamınızı dəvət ediyorum. Instagramda izləyin, eləcə də YouTube'da long videolara baxın. Biz ətraflı məlumat verərik. Keçək biz bugün nələr baş verəcək? Qızıl gündəlik isə $120 olsa olar gündəlik missiya, amma birinci gündə az da ola bilər. Səhər saatlarına $35 aşağı, $53 yuxarı doğru istiqaməti davam etirdi. Ümumi olaraq əsas baylar 4022'dən, sellər isə 3988'lərdən gəlir. Amma qısa baylar 4017'dən 4022'yə qədər, sellər isə 3397'dən 3997'dən 3990'a qədər. Bu qısa sellərdir. Keçək Bitcoin'e. Bitcoin nələr baş verdi? Yəni bugün səhər saatlarında dəyər itirərək aşağı doğru istiqamətdən davam etdirdi. Yəni əsasən biz hansı nöqtələrə diqqət etməliyik? Satış əməliyyatları üçün 106-100'lər təhlükəli bir zonadır. Amma dönüşlər isə 107'lərdəndir. Yəni həmin nöqtədən aşağı formalaşa bilməsə yuxarı doğru istiqamət davam etdirib. Biz artıq orada buy əməliyyatları açmışıq və qiymət take profitə yaxınlaşır. Keçək biz neftə. Təbii ki, Brent oil future spotlardan söhbət gedir. Gaplə açıldı və 65-30'lardan aşağı formalaşdı. Təbii ki, 65-15'lərə qədər enəcək. Baylar isə 65-60'lardan gələcək. Euro dolların cütlüyünə gəldidə isə downtrendlədir və yuxarıdakı hədəflər mütləq izləyin 1.15-500'lər. Və qiymət 1.15-600 və 1.15-750'lər. Bunlar yəni etap yəni dönüş nöqtələri. Sellər isə 1.15-200'lər. Təbii ki, bu bizim fikrimizdir. Qərar sizin özünüzdür. Keçək təbii ki, biz ipucu satacaq beynəlxalq maliyyə birjasında nələr baş verəcək o haqda məlumat veririk. Qalan isə ətraflı isə siz özünüz analiz edib baxa bilərsiniz bazara. Funtun dolar rəqabətində təbii ki, orada da kiçik bir downtrenddir. Müqavimət xətti 1.31-600'lər. Çox güclü bir müqavimət xətti bundan yuxarı formalsa, təbii ki, qiymət yuxarı doğru 1.32'lərə qədər hərəkət edəcək. Satışlar isə, əsas satışlar isə 1.31-100'lərdəndir. Demək keçək Nasdaq, S&P, Dow Jones, DAX-a, yəni bunlar hələ ki yüksəkliyi qoruyub saxlayır və korreksiyalardan az bir korreksiyalar müşahidə olunur. Bugün Nasdaq'la alışlar 26.005'lər, satışlar isə 25.917'ləri nəzərdə qrafikimiz nəzərimizə çatdırır. Təbii ki, bizim sistemimiz möhtəşəm sistemimiz. S&P'də alış əməliyyatları 6874'lər, satışlar isə 6856'lardır. Və Dow Jones'da isə alışlar 47.785'lər, satışlar isə 47.580'ləri göstərir. Belə əzizlərim, bu həftə hamımız üçün xeyirli olsun, ayda xeyirli, ruzlu, bərəkətli olsun. İnşallah görüşmək ümidilə sağ olun.